3 otaq ev, sağa gedən yol deyilən ərazidə. Ana yola cəmi 500 metr məsafə. Bax, asfaltın tam üstü, bu asfaltdan avtobuslarda işləyir, yəni köməkçi avtobuslarda. Tam yaxınında da mağazinləri var, marketi var, oba marketi də tam yaxındadır. Belə bir evdir. Həyətyanı ərazisinə maşın girmir, amma ev tam 3 otaq evdir, normalda evdir. Bax, giririk, həyətyanı ərazisinə sizi tanış elə. Elmir Orucov küçəsidir. Kombi sistemi çəkib, amma pitimika qoyublar, kombi qoyulmayıb. Padvaldan otaqların altına keçid var. Belə bir görünüşə malik evdir, görürsünüz. Həyətyanı ərazisinə əslində qapını böyük qapı qoysalar, bir normal bir maşında yerləşər. Yerdən də 2, 3, 4, 5, 6 daş kürsülüdür. Daxil olaq, belə bir koridor kimidir. Solda mətbəx. Mətbəxin yeri istif oldu. Gördüyünüz kimi mətbəx mebelinə belə hər şey var. Tam əşyalı da verilir, yəni əşyalı evdir. Burası sanitar qovşağımızdır, gördüyünüz kimi. İdeal evdir, ağ evdir, belə beyaz formada. Adam ürəyin açan bir şeydir. Ev İran peçi ilə qızdılar, bura qonaq otağı gedir. Və 2 dənə də yataq otaqlar. Yataq otaqlarında ölçüləri normaldır. Qazı da var, işığı da var, dövlətin suyu Azər su da var. Pəncərələrdə, yəni hər otağın adlı pəncərəsi var. Qiymət 55 min, əşyalı 3 otaq sağa gedəndə qaz, işıq, dövlət su var.